Salam, hər vaxtınız xeyir. Coğrafiya dim test toplusu sual 81. A məntəqəsi 5-ci saat qurşağının orta meridianından 9 dərəcə şərqdə yerləşərsə, məntəqənin coğrafi uzunluğunu və saat qurşağını müəyyən edin. Biz ilk öncə 5-ci saat qurşağının orta meridianını tapmalıyıq. Bunun üçün 5-i vurmalıyıq 15 dərəcəyə. Edər 75 dərəcə şərq uzunluğu. 75 dərəcə şərq uzunluğundan 9 dərəcə şərqdə yerləşərsə, 9 dərəcə şərqdə yerləşərsə o deməkdir ki, 75-in üzərinə 9-u biz gəlməliyik. 84 dərəcə şərq uzunluğu. Uzunluğu tapdıq. İndi biz başqa nə istəyirik? Coğrafi uzunluğu istəyirik, sonra saat qurşağını istəyirdi. Saat qurşağını tapacaq. Saat qurşağını tapmaq üçün 84-ü biz 15-ə bölməliyik. Çünki saat qurşaqlarını tapanda biz həmişə 15-ə bölürük. Bölək 5 dəfə. Qalıqda 9 olduğu üçün 5-ci saat qurşağı yox, 6-cı saat qurşağı olacaq. Niyə? Çünki qalıq 7,5-dən böyük olarsa biz üzərinə 1 əlavə edirik. Yəni 81-in doğru cavabı D variantı olacaq. 82-yə baxırıq. Bakıdan 90 dərəcə azimutla yerləşən və Bakı ilə yerli vaxt fərqi 3 saat 40 dəqiqə olan məntəqə hansı saat qurşağında yerləşir? Biz bilirik ki, Bakı 50 dərəcə şərq uzunluğunda yerləşir. Bakıdan 90 dərəcə azimut bu istiqaməti, yəni şərqdə yerləşir və 3 saat 40 dəqiqə vaxt fərqi var. Biz ilk öncə 3 saat 40 dəqiqəni dərəcəyə çevirməliyik. Bunun üçün nə edəcək? Birinci 3 saatı vururuq 15 dərəcəyə. Çünki 1 saatımız 15 dərəcədir. Edər 45 dərəcə. Qalan 40 dəqiqəni də dərəcəyə çeviririk. 40 dəqiqəni bölməliyik 4 dəqiqəyə. Niyə? Çünki 1 dərəcəmiz 4 dəqiqədir. 40-ı bölək 4-ə edər 10 dərəcə. 45-in də üzərinə 10 gələcək. O da edər 55 dərəcə. Deməli, Bakıdan 55 dərəcə şərqdə yerləşir. Bakıda 50 dərəcə şərq uzunluğunda yerləşdiyi üçün 50-nin üzərinə gələcək 55 dərəcəni edər 105 dərəcə. Deməli, həmin məntəqə 105 dərəcə şərq uzunluğunda yerləşir. Bizdən saat qurşağını istəyir. Ona görə saat qurşağını tapacaq. Bunun üçün 105-i böləcəyik 15-ə. O da edəcək 7. Yəni 7-ci saat qurşağında yerləşir. 82-nin doğru cavabı A variantıdır. Keçdik 83-cü suala. Gecənin uzunluğu gündüzdən 3 dəfə qısa olduğu halda günəşin çıxma və batma vaxtlarını hesablayın. Biz gecənin uzunluğunu bilmirik. Ona görə gecənin uzunluğunu x-la işarə edək. Gecənin uzunluğu olsun x. Gündüzün uzunluğundan deyir 3 dəfə qısadır. Deməli, gündüzün də uzunluğu 3x olacaq. Gündüzün uzunluğu 3x. Toplayıb buradan x-i tapa bilərik. X üstə 3x bərabərdir 24 saata. 4x bərabər 24, x də bərabərdir 6 saat. Deməli, gecənin uzunluğu 6 saatdır. Bizdən günəşin çıxma və batma vaxtlarını hesablayın deyir. Qalan 18 saat isə gündüzün uzunluğudur. Yəni, bunlar arasındakı fərqi hesablayıb variantı tapa bilərik. 18 saat gündüz olmalıdır. Gəlin baxaq. 20-30-dan 4-30 çıxanda edir 16 saat. Deməli, bu səhvdir. 18 saat olmalıdır gündüzün uzunluğu. Onu da qeyd edək bura. 18 saat. 21:00-dan 3:00 çıxanda edəcək 18 saat. Deməli, 83-ün doğru cavabı B variantı olacaq. Digərlərində çıxsaq görərik ki, səhvdir. Çünki 17-dən 5 12 saat edir burada. 19-dan 6 çıxanda 13 saat edir. 21-dən 7 14 saat. Deməli, doğru cavabımız B variantıdır. Keçdik 84-cü suala.
Xəritə sxem üzərində verilən şəhərlərin hansılarında yerli vaxtla qurşaq vaxtı üst-üstə düşür? Yerli vaxtla qurşaq vaxtının üst-üstə düşməsi üçün 15 dərəcəyə qalıqsız bölünməsi lazımdır həmin meridianın. İndi gəlin baxaq görək. Şanxay. Şanxay yerləşir 120 dərəcə şərq uzunluğunda və 120 15-ə qalıqsız bölünür. Ona görə Şanxayda üst-üstə düşəcək. Şanxayı götürəcəyik. Sonra baxaq Dəkkəyə. Dəkkə də 90 dərəcə şərq uzunluğunda yerləşir və 90 dərəcədə 15-ə qalıqsız bölünür. Deməli, Dəkkə, Şanxay, sonra Kiyevə baxaq. Belə variant böyük ehtimal 84-də D variantı olacaq. Kiyevə də baxaq. Kiyev yerləşir 30 dərəcə şərq uzunluğunda. Bəli, 30 dərəcə şərq uzunluğunda 15-ə qalıqsız bölünür. Yerli vaxtla qurşaq vaxt üst-üstə düşəcək. Yəni 84-də doğru cavab D variantıdır. Digərlərinə baxsa, Bakı 50 dərəcə şərq uzunluğunda yerləşir. Bizdə üst-üstə düşmür. 50 15-ə qalıqsız bölünmür. Kazan və Bişkek də orta aralıqda yerləşir. Yəni bunlar 70 ilə 80-in arasında bir yerdədir. Yəni biz bilmirik o hansı dərəcədir, dərəcə olaraq. Ona görə onlar da üst-üstə düşməyəcək. Yəni doğru cavab 84-də D variantıdır. Keçdik 85-ci suala. 85-də bu səfər üst-üstə düşməyənləri soruşur. Artıq biz bildik, üst-üstə düşməyənlər Bakı, Kazan və Bişkek olacaq. Baxırıq cavablara. 85-də doğru cavab D variantıdır. Sual 86. 21 martda hansı coğrafi enliklərdə günorta vaxtı şaquli bastırılmış dirəyin kölgəsinin uzunluğu ilə dirəyin öz uzunluğu arasındakı fərq daha qısa olar? 21 martda biz bilirik ki, Günəş ekvatorda, zenitdə olur və belə bir qayda var. Əgər Günəş 90 dərəcə bucaq altında düşürsə, kölgənin uzunluğu 0-a bərabər olur. Əgər Günəş 45 dərəcə bucaq altında düşürsə, cismin kölgəsi özünə bərabərdir. Və yəni bu verilən məntəqələrdən 45 dərəcəyə yaxın bucaqla düşməsi lazımdır kölgənin uzunluğu ilə dirəyin və ya cismin öz uzunluğu arasındakı fərqin qısa olması üçün. Yəni 45 dərəcəlik bucaq 45 dərəcəyə bucağa yaxın düşməlidir. İndi gəlin baxaq. 10 dərəcə şimal enliyinə Günəş neçə dərəcə bucaq altında düşür 21 martda? Bunu biz necə tapırdıq? 90-dan 10-u çıxırdıq. 90-dan 10-u çıxanda 80 dərəcə. Deməli 10 dərəcə 80 dərəcə bucaq altında düşür. Biz nə demişdik? 45 dərəcəyə yaxın olmalıdır fərqin qısa olması üçün. Nə dedik? Bir də təkrar edirəm. Əgər Günəş 45 dərəcə bucaqla düşərsə, cismin kölgəsi özünə bərabərdir. Ona görə 45 dərəcəyə yaxın olmalıdır. Burada 80 dərəcə bucaq altında düşür. Deməli, bu variant səhvdir. B variantına baxaq. 40 dərəcə şimal enliyinə 21 martda Günəş şüaları 90 çıxılsın 40 50 edir. Yəni 50 dərəcə bucaq altında düşür. Deməli 50 45-ə hələ ki yaxındır. Görək 50-dən daha yaxın olsa onu götürəcək, yaxın olmasa 50-ni götürəcək. 80 dərəcəyə baxırıq. 80 dərəcədə 10 dərəcə bucaq altında düşür. Necə tapdıq? Yenə 90-dan 80-ə çıxdıq. Etdi 10 dərəcə. Deməli burada aid deyil. 67 dərəcə şimal enli dairəsinə düşür. 33 dərəcə bucaq altında. Yenə 90 çıxılsın 67 33. Deməli 33 də 45-ə yaxın deyil. 6 dərəcə cənub enliyinə düşür. 84 dərəcə bucaq altında. Yenə 84 dərəcə bucaq altında da fərq qısa olmayacaq. Daha qısa olar deyir bizdən. Deməli variant elə B variantıdır. 50 dərəcə bucaq altında düşdüyü üçün 40 dərəcəlik şimal enli dairəsinə cismin belə deyək, günorta vaxtı şaquli bastırılmış dirəyin kölgəsinin uzunluğu ilə dirəyin öz uzunluğu arasındakı fərq daha qısa olacaq. Variant B variantıdır. Sual 87. Yer kürəsi öz oxu ətrafında qərbdən şərqə 24 saat müddətində tam dövr edir. Nəticədə hər biri 15 dərəcədən ibarət olan 24 saat qurşağa ayrılır. Mətndə verilənləri aşağıdakı fikirlərdən hansına aid etmək olar? A.
Küləklər ancaq şərqə doğru əsir ifadəsi yanlış ifadədir. Çünki sadəcə şərqə yox, qərbə doğru da əsən küləklər var. Misal üçün, passat küləkləri. Biz bilirik ki, yer kürəsinin öz oxu ətrafında fırlanması zamanı passat küləkləri qərbə meylidir. Yəni, yer kürəsinin öz oxu ətrafında hərəkəti passat küləklərinin qərbə meyl etməsinə səbəb olur. Yəni, ona görə A doğru deyil. B. Qütblərə doğru günəş şüalarının düşmə bucağı azalır. Bu ifadənin də yer kürəsinin öz oxu ətrafında hərəkətinə əlaqəsi yoxdur. Deməli, yerin xəyali oxunun günəş ətrafında hərəkət orbitinə 66,5 dərəcə meyilli olması nəticəsində günəş şüalarının düşmə bucağı azalır qütblərə doğru. Yəni, bu yerin günəş ətrafında hərəkəti nəticəsində baş verir. Meyilli olması nəticəsində baş verir. Ona görə B də doğru deyil. C-yə baxırıq. Saat qurşaqlarının sırası şərqə doğru artır. Bəli, biz bilirik ki, saat qurşaqlarını şərqə doğru getdikcə artır. Bu, yerin öz oxu ətrafında fırlanmasının nəticəsində olur. Yəni, doğru cavab 87-də C variantıdır. Digərlərinə də baxıq. Yerdə maqnit sahəsi yaranır. Xeyr, bu ola bilməz. Gecələr uzanır. Gecələrin uzanmasına səbəb də yerin günəş ətrafında hərəkəti nəticəsində olur. Yerin öz oxu ətrafında hərəkəti nəticəsində yox. Deməli, 87-də doğru cavab oldu C variantı. Keçdik 88-ci suala. Yeni sutkanın başlanmasına eyni vaxtda qarşılayan ölkələr. Yeni sutkanın başlanmasına eyni vaxtda qarşılamaları üçün eyni meridianın həmin ölkələrdən keçməsi lazımdır. Hindistanla Azərbaycan biz bilirik ki, eyni meridian üzərində deyirlər. Daha sonra baxırıq. Finlandiya, Ukrayna, Misir. Bəli, hər üç ölkənin arasına eyni meridian keçir. Buna görə də yeni sutkanın başlamasını eyni vaxtda qarşılaya bilirlər. Ona görə 88-in doğru cavabı B variantıdır. C-yə baxsaq, İtaliya ilə Özbəkistan fərqli meridianlardadır. Həmçinin Gürcüstanla, yəni C variantı deyil. Türkiyə, Yaponiya fərqli meridianlardadır. Yenə bu da doğru deyil. Monqolistan, Afer təbii ki, yenə fərqli meridianlardır. Y cavabı da deyil. Elə doğru cavab B variantı olacaq. Keçdik 89-cu suala. A məntəqəsində gecənin uzunluğu 14 saat 40 dəqiqə olarsa, müvafiq olaraq günəşin çıxma və batma vaxtlarını müəyyən edin. Gecənin uzunluğu 14 saat 40 dəqiqədirsə, biz gündüzün uzunluğunu tapa bilərik. Bunun üçün 24:00-dan çıxacaq 14:40-ı bərabərdir. 00-dan çıxa bilmədiyimiz üçün 1 saatı veririk bura. Olur 23:60, çıxılsın 14:40. Buradan tapırıq ki, gündüzün uzunluğu 9 saat 20 dəqiqədir. Və biz bunu iki hissəyə bölə bilərik. Biz bilirik ki, günorta vaxtı saat 12:00 qəbul edilib. 12:00 günorta olduğu üçün 9:20-nin yarısı 12-yə qədər olacaq. Yarısı 12-dən sonra olacaq. Gəlin bunu yarıya bölək. 9:20-ni yarıya böləndə, 9-u 2-yə böləndə 4 saat 30 dəqiqə. 20 dəqiqəni də 2 yerə böləndə 10 dəqiqə edir. Yəni 4 saat 40 dəqiqə 12-yə qədər olacaq. Belə yazaq. 4 saat 40 dəqiqə 12-yə qədər olacaq. 4 saat 40 dəqiqə də 12-dən sonra olacaq. İndi gəlin çıxaq 12-dən 4 saat 40 dəqiqəni çıxaq. Yenə 12:00-dan çıxa bilmirik. 11:60 yazırıq bura. Çıxılsın 4:40. Edər 7:20. Yəni günəş 7:20-də çıxacaq. Tapdıq çıxma vaxtını. Batma vaxtı da olacaq 12 üstə gəlsin 4:40, olacaq 16:40. Batma vaxtı da olacaq 16:40. 7:20, 16:40. Cavablara baxırıq. 89-da doğru cavab A variantıdır. Sonra keçdik 90-cı suala. A nöqtəsində 23 sentyabr saat 18:00 olarsa, bu zaman günorta vaxtı günəş şüalarının 55 dərəcə
bucaq altında düşdüyü məntəqənin coğrafi koordinatlarını müəyyən edin. Deməli 23 sentyabrdırsa, deməli Günəş ekvatorda zenitdədir və 55 dərəcə bucaq altında olan məntəqənin coğrafi koordinatlarını biz tapmalıyıq. Bunun üçün nə edəcəyik? Birinci coğrafi enliyi tapacağıq. Necə tapacağıq? 90-dan 55-i çıxarıq, coğrafi enliyi taparıq ki, nə qədərdir? Çünki Günəş ekvatorda zenitdədir. 90 çıxılsın 55 edəcək 35. Deməli 35 dərəcəlik enlikdədir. Lakin biz bilmirik şimaldır, yoxsa cənubdur. Buranı da göstərim. Aha. Deyir, A məntəqəsində 23 sentyabr saat 18:00 olarsa. Bu zaman günorta vaxtı deyir, günorta vaxtıdır. Yəni digər məntəqədə saat 12:00-dur. Biz bayaq da dedik, günorta vaxtı 12:00 deməkdir. Yəni A nöqtəsində saat 18:00 oldursa, deməli digər məntəqə hələ saatda geridədir. Yəni Aya nəzərən qərbdə yerləşir. Saat fərqinə əsasən biz uzunluğu da müəyyən edə bilərik. Dedik, digər məntəqədə saat 12:00 oldu. A nöqtəsində isə saat 18:00 oldu. Gəlin tapaq. 18:00 çıxılsın 12:00. Yəni arada 6 saat fərq var. Bunu biz dərəcəyə çevirməliyik. Bunun üçün 6-nı vurmalıyıq 15 dərəcəyə edər 90 dərəcə. Yəni 90 dərəcə fərq var. A məntəqəsi də yerləşir Qrinviç meridianında, yəni 0-cı uzunluqda. Biz 90 dərəcə qərbə getsək, gəlib 90 dərəcə qərb uzunluğunda olacaq. Yəni məntəqənin coğrafi koordinatları oldu 90 dərəcə qərb uzunluğu və biz baxırıq variantlara. Varianta əsasən müəyyən edəcəyik. Şimal enliyidir, enlik yoxsa cənub enliyidir. Dedik 90 dərəcə qərb uzunluğu, baxırıq variantlara 90 dərəcə qərb uzunluğu, 35 dərəcə şimal enliyidir deməli. Yəni cənub enliyi çünki fərqli uzunluqda artıq. Deməli 90-ın doğru cavabı oldu Y variantı. Belə. Bugünlük bu qədər. Ümid edirəm ki, bu videolar sizlər üçün faydalı olur. Əgər faydalı olursa kanalımıza abunə olmağı, videolarımızı bəyənib paylaşmağı unutmayın. Hər birinizə uğurlar arzu edirəm. Gələn videolarda görüşmək üzrə.